Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğmaya vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğmaya vətənim sen Azerbaycanım. Bəli. Qaranov burada vətənpərvər ab-hava. Bütün odunları, qalın hissələrini toplamışam üst-üstə. Zənnimcə səhərə qədər bu belə yanacaq, tüstüləyəcək. Bu da mənə bəsdir. Kofemi təkrar isidirəm. Kofe içəcəm. Digər bir ocaq da bu pilləkənlərin önündədir. O da hələ ki tüstülüyür, yanacaq yəqin ki. Bu məncə kifayət edir. Söndü baş fənərim. Yandı. Ocaqların ikisi də yanır. Biri burada, biri də burada. Mən də çıxmışam çardağa. Kofemi içirəm, kebabımı yeyirəm. Yəqin birazdan yataram. Saat elə 8 olmayıb və ocaqlarım bayağı bir cayır-cayır yanır. Ümid edirəm ki, səhərə qədər göz qalar bu ocaqlarda. Çünki səhərə qədər mənə lazımdır ki, bunlardan tüstü çıxsın. Odun qoxusu olsun, ətrafa yayılsın. Mən də yeməyimi yedim, kofemi içdim. Baş fənərimin ışığı sönüb deyə işıqlandıra bilmirəm. Yıxılıb yatacam birazdan. Və təksinizsə, qrupda fərq etməz. Meşədə sizə tamamilə rahat yatmaq olmaz. Ayaqqabılarımı sadəcə kloxa keçirmişəm ki, tulum batmasın. Və soyunmamışam. Çünki təkəm. Hər an hər şey ola bilər. Kənd buradan hardasa bir 6 kilometr təxmin uzaqlıqdadır. Yəni nəsə olsa gəlib köməyə çatmaq ehtimalları çox-çox aşağıdır bu saatda.